Böyük bir kommersiya bankı likvidlik problemi yaşayır və müştəriləri kütləvi sürətdə, kütləvi şəkildə vəsaitlərini geri çəkir. Geri çəkir. Tapşırıq belədir. Mərkəzi bank necə müdaxilə etməlidir? Mərkəzi bank necə müdaxilə etməlidir? İkinci, əmanətlərin sığortalanması nə dərəcədə vacibdir? Əmanətlərin sığortalanması nə dərəcədə vacibdir? Üçüncü, digər banklara təsiri necə minimuma endirilə bilər? Digər banklara təsiri necə minimuma endirilə bilər? Bu sizin birinci qrupun sualıdır. İkinci qrupun sualı. Onların sualı deyil, sizin sualınızı ayrıca verin. Onların sualı sizin sualınız. Milli valyuta sürətlə dəyər itirir. 1. Mərkəzi bank valyuta bazarına müdaxilə etməlidirmi? Mərkəzi bank valyuta bazarına müdaxilə etməlidirmi? İkinci, faiz dərəcələrinin artırılması problemi həll edərmi? Faiz dərəcələrinin artırılması, uçot faiz dərəcələrinin artırılması problemi həll edərmi? Üçüncü, bu vəziyyət ixracatçılar və ithalatçılar üçün nə deməkdir? Bu vəziyyət ixracatçılar və ithalatçılar üçün nə deməkdir? Üçüncü qrup, bu qrup stagflyasiya dilemması. Ölkədə eyni anda həm yüksək inflyasiya, yazmaq istəmirsənsən? Ölkədə eyni anda həm yüksək inflyasiya, yəni 12% yaza bilərsiniz. Həm iqtisadi durğunluq var, İşsizlik artır, amma qiymətlər də yüksəlməyə davam edir. Bir, tapşırıq 1. Mərkəzi bank hansı siyasəti seçməlidir? Sərt, yoxsa yumuşaq monetar siyasət? Mərkəzi bank hansı siyasəti seçməlidir? Sərt, yoxsa yumuşaq monetar siyasət? Diqqətlə fikirləşin. İkinci sual. Faizlərin artırılması işsizliyi daha da artırarsa, verilən qərar nə dərəcədə əsaslandırılmışdır? Verilən qərar nə dərəcədə əsaslandırılmışdır? Üçüncü,
Alternativ alətlər. Alternativ alətlər. Məsələn, hədəfli kredit proqramları. Hədəfli, ünvanlı kredit proqramları tətbiq oluna bilərmi? Təxminən sual aydındır hər kəsə. Ay sağ ol. Mənə elə gəlir ki, normal sualdır, situasiya suallardır. Təxminən 15-20 dəqiqə fikirləşəcəksiniz, sonra sizlərdən bir cavab alıb qiymətləndirəcəm. Təşəkkür edirəm, uğurlar.